yəni istəyirsinizsə, homepage seçirsiniz. Amma single product seçəndə isə birbaşa məhsulu, yəni bir ədəd məhsulu seçirsiniz deməkdir. Yəni adamlar girməsən deyək ki, bunu reklam edirsiniz. Adamlar girəndə birbaşa qabaqlarına bu səhifə açılacaq. Bu məhsulu görəcəklər. Okay. İndi isə biz keçirik davam qaldığımız yerə davam eləməyə. İndi buradan biz select product eləməliyik. Select product elədikdən sonra bayaq sizə göstərdiyim məhsulu bura add eləyəcəyik. Həmən məhsulun adını yazırıq. Məhsulumuz budur, add eləyirik. Əgər sizin məhsulunuzun videosu yoxdursa əlinizdə, hansı ki olmalıdır. Çünki PPA Ads-dən siz onun video məhsulu taparsanızsa əgər, ona aid video da tapa biləcəksiniz. Hansı ki mən sizə əvvəlcədən kriteriyalara uyğun düzgün video necə tapılmalıdır. Zaten PPA Ads dərsində izah eləmişdim. Həmən o videoları götürüb rahatlıqla istifadə edə bilərsiniz. Amma əgər deyək ki, məhsulunun videosu yoxdursa, nə bilim, yəni adi şəkillərdirsə, buradan generate videos eləyib TikTok'un sizin üçün bir video düzəltməyini istəyə bilərsiniz və bu cür videoları düzəldəcək sizin üçün. Yəni reklam üsullu bir video düzəldir, hansı ki bu video ilə konkret heç nə sata bilməyəcəksiniz deyə düşünürəm. Məsləhət də görmürəm ki, bu cür reklamla, yəni istər influencer marketing olsun, istər TikTok ads olsun, istər Facebook ad olsun, heç birində bu videolarla reklama keçməyi məsləhət görmürəm. Nəysə biz qayıdırıq bura, həmənki yerə, upload eləyirik öz videomuzu. Öz videomuz məndə artıq burada var. Həmin bu videolardan istifadə edəcəm. Məsələn, bu videonu seçib yüklənməyini gözləyirik və həmin videonun reklama çıxmağını istəyəcəm TikTok'dan. Məhsulun yükləndikdən sonra isə hansı növbəti nələr eləmək lazımdır, onları da izah eləyəcəm. Sadəcə bunun yüklənməyini gözləyək. Bəli, yükləndi, çox tez yüklənir, yəni elə çox vaxt almır. Video budur. All we need to know is I love it so much, so we have to love, and you need me at the center, so I come from above. Bu video yəni sədrəkdə də var, yəni hər yerdə var bu dəqiqə. Yəni Azərbaycana qədər gəlib çıxıbsa bu məhsul konkret winning product deyil. Sadəcə yenə deyirəm, TikTok dərsinə görə mən bu məhsulu sizə göstərirəm. Ad text nədir? Ad text odur ki, uşaqlar, həmişə influencer marketingdə caption deyirəm, səhifə videonun altına yazırsınız. Həmən o cür captionlar yaza bilərsiniz bura ki, məsələn bura salam yazıram. Məsələn, harada yazacağını göstərmək üçün. Baxın, burada yazılır. Mən indi burada qısa bir şey yazmalıyam. Instagramda səhv salmayın uşaqlar. Instagramda çox böyük istənilən şeylər yaza bilirsiniz, cümlə qura bilərsiniz hətta. Burada bizə 100 dənəli şans verirlər. Ondan da əlavə lap deyək ki, salam yazdıq. Lap ilə bununla yazırıq belə. Yəni baxın, 100 dənəyə bu qədər yazmaq olur, amma heç oraya yerləşmir. Ona görə də qısa bir şey yazmaq lazımdır ki, insanlar onu rahatlıqla oxuya bilsinlər və məhsulu alması üçün onu ikna eləyə bilsin həmin o cümlə. Mən bura onları ikna eləmək üçün kampaniyalar haqqında danışmaq istəyəcəm. Free shipping, get yours today yazacağım. Get yours now. Get yours 60% off. Only for today. Only for today sözünü böyük yazacağım. Qoy, çox gözə çarpsın. Gördüyünüz kimi çox səliqəli göründü və adamlar da bunu oxuyub rahatlıqla başa düşəcəklər ki, hə, bu gün 60% endirimdir. Mən öz məhsulumu almalıyam. Çünki başqa gün alası olsam endirim artıq olmayacaq. Bura istəsəz free shipping-də əlavə edə bilərsiniz, amma gördüyünüz kimi yazdıqca uzanır ora, yəni mənası yoxdur. Balaca bu cür cümlə yazmağınız yetərlidir. Buradan Advanced Settings-də bu Hemmerge mənim saytımın adıdır. İstəsəz siz də bunu qoya bilərsiniz. Və burada görürsünüz TikTok işarəsi var. Onlar öz sıradan şəkil qoyublar. Siz istəsəz öz loqonuzun şəklini qoya bilərsiniz buradan. Location-a gəlirik. Location-da Avstriyada, Belçikada, Çexiyada və sair ölkələr, Avropa ölkələri də var. Onları əlavə edə bilərəm. United Kingdom da daxildir. Buradan istənilən ölkəni seçə bilərsiniz. Məsələn, deyək ki, siz məsləhət görürəm ki, əgər ingilis dilindədirsə sizin saytınız, videonuz, altına yazacağınız şeylər, ingilis dilində danışan ölkələr seçməyiniz daha üstünlükdür. Məsələn, United Kingdom var. Birbaşa ingilis dilində danışırlar. O birisi ölkələrin hərəsində öz dilləri var.
Yenə də reklam eləyə bilərsiniz, orada demirəm eləməyin, amma yəni məsləhət görərdim ki, hansı ölkəyə eləyirsinizsə, onun dilində bir dənə product page düzəldərsiniz, ona uyğun eləyərsiniz. Mən indi zaten bu reklamı buraxmayacağam, sizə göstərirəm. Mən reklamlarımı həmişə bura ilə eləyirəm. Orada da sizə izah eləməli olduğum bəzi şeylər var TikToka aid, hamısını bir-bir izah eləyəcəm. Only targets age above 18, yəni 18 yaşından yuxarı olan adamlara reklam eləyin deməkdir. TikTokda da, Facebookda da 18 yaşından aşağı reklam eləmək biraz kriteriyalar fərqli olur. Ona görə 18-dən yuxarı olduğunu təsdiqləməlisiniz. Optimization event nə deməkdir? Yəni sizin bu videodan, bu reklamdan gözləntiniz nədir? Məsələn, view content var, add to cart var, add payment info var. Sonra initiate checkout var, search var. Yəni adamlar girəndə hansı cür hərəkət eləsinlər? Complete payment eləyə bilərlər, nə bilim, add to cart eləyə bilərlər. Yəni siz ilk başlardan pikseliniz yoxdur deyə, pikselli yığmaq üçün, piksel nədir ümumiyyətlə? Gəlin sizə birinci onu izah edeyim. Sizi Fiverr-dən aldığınız o TikTok Ads hesabını gəlib sizin Shopify-ınıza qoşanda, sizin Shopify-ınızla TikTok reklamınızı birləşdirən bir kod var. Hansı ki o koda məlumatlar yığılacaq bundan sonra siz reklam verəndə. Məsələn, deyək ki, 100 dollarlıq reklam verirsiniz. O 100 dollarlıq reklama kimlərə göstərildi, kimlər nə cür hərəkətlər elədi. Hamısını həmən o pikselə yığılır və siz baxırsınız ki, hə, mənim reklam eləyəndə 18 yaşından 65 yaşa qədər adamlara reklam eləmişdim, amma bu reklamların içindən mənim reklamıma baxan sadəcə o 25-34 yaş aralığı adamlardılar. Nə edirsiniz? O zaman ixtisar edirsiniz o bir yaş adamlarını. 25-34 yaşlarını götürüb saxlayırsınız və reklamınızı sırf onlara yönəldirsiniz ki, reklamınız daha effektiv olsun. Bu sadəcə bir nümunə idi, amma yəni orada başqa kriteriyalar da var, hansı ki, onları da ələyə bilərsiniz. Burada add to cart seçib davam eləyə bilərsiniz. Hətta burada complete payment eləyəndə belə soruşur ki, for better results, we recommend starting with an add to cart optimization. Deyir, daha yaxşı nəticə almaq üçün add to cart eləsəniz daha yaxşı olar deyir. Belə də reklam eləyə bilərsiniz. Yəni bilirsiniz nətər uşaqlar, TikTok Ads-i öyrənmək üçün tamamilə dərinliyini, hər şeyini bilmək üçün hansı sizə yararlıdır, hansı məhsul üçün hansı yararlıdır. Onların hamısını, bunların hamısını test eləmədən, pul xərcləmədən, pul itirmədən heç vaxt başa düşə bilməyəcəksiniz. Buradan add to cart eləyə bilərsiniz hər zaman. Mən amma həmişə complete payment edirəm. Yəni bunu yazdığımda heç vaxt fikir vermirəm. Yəni mənə lazımdır ki, adamlar məhsulumu alsınlar. Add to cart eləsəz, amma piksel yığmaq üçün add to cart eləməyiniz daha idealdır. Mən complete payment eləyirəm həmişə. Burada budget var. Budget nədir? Yəni sizin gündəlik reklama qoymaq istədiyiniz büdcə. Deməli belə uşaqlar, siz bura 19 yazsanız qəbul eləməyəcək. Çünki burada reklam 20 evrodan başlayır. Yəni TikTok reklamlarının baha olduğunu deyəndə bunu nəzərdə tuturdum. Sadəcə belə bir nüans da var. Əgər siz reklam eləyəndə 20 evrodan eləsəniz, hamı kimi siz də, sizin kimi hamı 20 evro ilə reklam eləyirlər deyə TikTok hamıya eyni cür yanaşır. Siz amma götürüb məsələn 20 evro əvəzinə 21 qoysaz, 22 qoysaz, ya nə bilim 25 evro qoysaz, həmən o 20 evro qoyan adamlardan TikTokun gözündə bir addım daha öndəsiniz. Sizin reklamlarınızı daha çox qabağa çəkir. Ona görə məsləhət görərdim. İmkanınız varsa 21 evrodan, ya imkanınız lap çox varsa 25-30 evrodan başlada bilərsiniz. Schedule nədir? Yəni hansı tarixdə başlasın? Mən bu səhifəyə girəndən 20:49 idi deyə belə yazıbdı. İndi hal-hazırda 10 dəqiqə keçib o vaxtından, amma yəni gününüz bu saniyədən başlayacaq deməkdir bu. Əgər hansı saatda bitməyini istəyirsinizsə, bunu bağlayırsınız və qoyursunuz ki, bir gün sonra bitsin məsələn. Buradan həmən o tarixi seçirsiniz. Məsələn 26-sıdır, indi 27-si 00:00-a qədər davam eləsin deyə bilərsiniz. Buradan saatı düzəltməyi unutmayın. Mən həmişə run continuously eləyirəm. Yəni qoy reklam davam olaraq getsin gündəlik, piksel yığsın. Bir müddət sonra artıq büdcəm nəticə ona uyğun quraşdıra biləcəm reklamı. Yəni bu qədər asandır. Sadəcə submit eləməklə reklama keçə biləcəksiniz. Gəlin istəyirsə elə belə yenə də eləyim. Bəli, success elədi. Yəni reklamınız uğurla təsdiq edildi deyir. Sadəcə indi reviewdadır. Bunun reviewdan da çıxmağının hardasa 2-3 saatdan sonra TikTok reklamımızı insanlara göstərməyə başlayacaq.
yeniləyərsiniz tez-tez. Bu in review sözünə vaxt içsə, deməli reviewdan çıxıb artıq siz reklamınız live sayılır. Live da nədir? Yəni hal-hazırda reklamınız gedir deməkdir. İndi mən sizə o birisi tərəfdən reklamı necə verdim onu izah edəcəm. Uşaqlar 40 bizdə baxın, sizə TikTokda bu panelə girəndən sonra burada nüanslar var. Həmin nüansları sizə bir-bir izah eləməliyəm. Həmin nüanslar haqqında danışacağam indi. Nə üçündür? Baxın, burada TikTokda belə bir terminlər var. Bu terminləri bilməsəniz, reklamınızın gedişatında sizin nə qədər qabaqda olub, nə qədər geri olduğunuzu heç vaxt başa düşə bilməyəcəksiniz. Ona görə məsləhət edirəm ki, bir kağız, bir dənə də qələm qoyun qırağa. Mən burada nəyin nə olduğunu dedikcə siz də bir kənara qeyd eləyin ki, sabahsı gün onların sizə qazandırdığını və yaxud itirdiyini biləsiniz və ona uyğun reklamlarınızı optimizə eləyə biləsiniz. Okay, all hamısı deməkdir, o heç. Total cost nə deməkdir? Total cost sizin reklam xərclərinizi göstərir. Yəni siz reklama nə qədər pul xərcləmisiniz. Məsələn, reklam qoymusunuz, total cost göstərir ki, $100. Bu o demək ki, siz bu reklama cəmdə $100 pul xərcləmisiniz. Total cost bunu bildirir. CPC cost per click deməkdir. Yəni bir klikə görə sizdən nə qədər pul çıxılır deməkdir. CPM cost per mil deməkdir. Cost per mil nə deməkdir? Onu izah edeyim. Baxın, burada da zaten yazıb. Biri var CPC, yəni bir klikə görə. Biri var isə CPM, yəni bir minliyə görə ödəniş nə qədər eləyir. Məsələn, 1000 adama çatdırdı, $10 yazıb CPM. CPM $10-dırsa əgər, deməli hər 1000 adama $10 verməklə sizin reklamınız çatdırılır deməkdir. CPC isə hər bir adama, bir dənə adamın klik eləməyinə görə, məsələn $5 yazıb, deməli bir adam klik eləyirsə $5 sizdən pul çıxılır deməkdir. Orada indi sizin reklam verdiyiniz adam, yəni kriteriyalara uyğun bu rəqəmlər dəyişir. Nə qədər ideal bir kütləyə çatdırsanız, bunların ikisinin də faizi aşağı olacaq. Bunların ikisinin də faizini, məqsədimiz nədir? Məqsəd burada bu iki CPC-nin və CPM-in faizlərini maksimum dərəcədə aşağı saxlamaq lazımdır. Yəni nə qədər aşağı saxlasanız qazancınız bir o qədər çox olacaq. Impression nədir? PPS dərsindən də bildiyiniz kimi impression videolara baxış sayıdır. Nə qədər çox olsa o qədər yaxşıdır. Yəni videonuza o qədər adam baxır. Clicks. Bu həmin bu CPC-nin sonundakı click sözünə bərabərdir. Yəni click, neçə dənə click var. Məsələn 10 dənə clicks varsa, deməli 10 dənə adam klik eləyib sizin linkinizə girib saytınıza baxıb deməkdir. CTR isə baxın, burada şəkillər var. Mən onu sizə göstərim. CTR bərabərdir kliklə impression'ın bölgüsünə. Məsələn, CTR kliklə impression'ın clicks məsələn deyək ki 10 dənədir, impression 1000 dənədir. Onu bölürsən 1000-ə, neçə eləyirsə 100-ə vurursan. CTR ona bərabərdir. İndi istəsəz gəlin bir dənə hesablayaq və buradan kalkulyatora girin. Bir dənə yazılı da sizə izah eləyim. Necədir? Kalkulyator.com. Deyək ki, sizin saytınıza 100 dənə klik olub, gəlin sıfırlayayım. Sizin saytınıza 100 dənə klik olub, amma 10.000 dənə də baxış olub həmən videoya. Bərabərdir 0.01. Bunu da vururuq 100-ə. Cəmdə 1 eləyəcək. Yəni sizin CTR-ınız 1-ə bərabərdir deməkdir. Buradayıq. Okay. Yəni bu cür hesablanır. Reach nədir? Reach videonuz neçə nəfərə çatıb. Yəni demirəm neçə nəfər baxıb, neçə nəfərə çatıb göstərir. Ondan sonra cost per 1000 people reach də elə həmən bu reach-in sadəcə bayaq ki bu CPM formasıdır. Frequency də onun hesablanmasını sayılır. Conversion isə ən əsası odur. Conversion odur ki, neçə adam sizin saytınızdan alış elədi, onu göstərir. Conversion da nə qədər yuxarı olarsa, o qədər xeyirdir. Yəni conversion da burada yazılıbdır. Nə qədər adam achieve eləyib. Yəni nə qədər adam sizin saytınızdan alış eləyib, ona bərabərdir. CPA cost per action'dır mənim bildiyimə görə. Cost per action nədir? Yəni məsələn adam girdi $10 pul xərcləmisən reklama, bir dənə adam girdi aldı. Bu sənin cost per action, yəni adamın hərəkəti $10 bərabər. Sənin mal oldu da, yəni $10 xərclədin, bir dənə adam girib səndən aldı. Cost per action isə onu göstərir.
İndi burada nəsə bunlar əsas deyil, əsas bunlardır. CPC, CPM, CTR. Məsələn, baxın